Adını oxu. Qu'est-ce que je mets aujourd'hui? Me. Mais. Deyir, bugün nə qoydunuz? Metr nədir? Qoymaq, geymək. İndi bu Bugün nə paltaramız. geyindiniz? Mən Bugün nə geyindin? geyinirəm. Geyindim. Il fait froid, hava soyuqdur. Bəli. Observez les documents à votre avis que propose l'application. Deyir, dokümanı sənə İndi həm müşahidə səs var, edin. bəli. Sizin fikrinizcə aplikasyon Aplikasyon Close to Me. Close to Me aplikasiyası indi proqram quraşdırılmış. nə təklif təklif edir? Sizin fikrinizcə. Mhm. Au fait, Aha. on utilise mais pour opposer deux termes. Il fait beau mais il fait froid. Deyir, me istifadə olunur. İki dənə Salam. Mhm. opposite fikir. İfadə. On utilise me, yəni me sözündən istifadə olunur. Bu iki dənə məfhumu qarşılaşdırmaq üçün. Məfhum. Bəli. Term. Deyir, il fait beau. İki dənə anlayışı qarşılaşdırmaq üçün. Hava yaxşıdır, amma soyuqdur. Bəli. Amma. İndi bu dinləməyə qulaq asaq. Şərtlərini görürsün, oxumaq istəyirsən bunları. Qulaq asaq da buna. İkincidir. Hə, 1, 2. Birinci də dinləməli. Birinci dinləməli. Yox, ikinci dinləməli. Qulaq asırıq. Neçənci idi o? Yuxarı olar. 38. 38. DVD. 8. Birinci sualları tərcümə edelim. Unité 4. Nasıl olur? Les soldes, c'est parti. Nasıl olur burada? Page 64. Ha, baxaq, nasıl olur deyir. Nasıl olur? 2-dən 3. Ha, oxu. Associer chaque enregistrement à un téléphone. Yəqin orada dinlədiklərimizi bu telefonda göstərilənlə uyğunlaşdıracağıq. Hə. Deyir, il fait quel temps, quelle est la température, compléter le tableau. Deyir, hava necədir? Hava neçə dərəcədir? Deyir, bu cədvəli tamamlayın aşağıdakı. Ha, yəni bunu deyir də, bu çox şey demir. Yəni birdə nədir, ikidə? Soldes, c'est parti. Page 64, document B. Qu'est-ce que je mets aujourd'hui? Enregistrement 1. Oh, c'est l'heure. J'ai froid. Il fait quel temps aujourd'hui? Il y a du soleil, il fait beau, mais pouf, il fait froid. Il fait -5 et il y a du vent. Bon, c'est normal, c'est l'hiver. Close to me, qu'est-ce que je mets aujourd'hui? Ah oui, c'est bien. Un costume gris en laine et mon manteau noir. C'est parfait. Enregistrement 2. Qu'est-ce que je mets pour aller au restaurant ce soir? Il fait beau, il fait chaud, il n'y a pas de nuages. Ma robe bleue, ma jupe rouge. Je sais, ma petite robe jaune en coton, c'est idéal. Ah oui, elle te va bien. Mais attention, chérie. Regarde le journal. Il pleut ce soir. Oula, oui, c'est vrai. Il y a des orages et il fait 18 degrés. Bon, close to me, dis-moi, qu'est-ce que je mets ce soir?
une robe, mon imperméable beige et des bottes. Ok, c'est une bonne idée. Ah, et mon parapluie. Təkrarlasaq. Birinci yəqin ki hamısını bildim. Mhm. Bu ikinci idi telefonlarla uyğunlaşdırın. Birinci danışanda hava soyuq idi, bir də kişi idi. Yəqin ki sağdakına gedəcək, sağdakı telefonu göstərən. Mhm. İkinci danışanda isə soldakına. Soldakına. Mhm. Sonra dedi il fait quel temps? Yəni hava necədir? Birincidə hava soyuq idi, dedi il fait froid. İkincidə isə aslında ikincidə də soyuq idi. Amma dedi hava isti idi, amma yağış da deyildi. Havada. Il y a du vent. Küləkli idi. Il fait beau, il y a du vent. Hı. Mhm. Quelle est la température? Température. Temperatur. Birincisinin temperatürü 5 dərəcə idi deyəsən. Mhm. İkincisinin nasıl deməli deyəsən? 18 dərəcə. Eşitmədim. Mhm. 18. Il fait chaud, sonra il fait 18 degré. Sonra gördün? Hı, evet. Onlar dedi. Fransa sözleri demedim. Il fait beau, il n'y a pas de nuages, il pleut, il y a des orages. Onlar da istəyir. Böyle bir şeyler vardı orada. Sonra devam eləyək. Buranı oxuyaq. Pour parler de la météo. Météo. Mhm. Météo. Metro yine hava hakkında. Bəli. Hava haqqında nəsə demək üçün, Danışmaq üçün. danışmaq üçün il fait beau, il y a du soleil. Deyir, hava yaxşıdır, iki cür demək olur. Il fait beau, il y a du soleil. Yox, hava yaxşıdır. Ya da Hava ilgili günəşli. günəşdir. Il pleut, il y a de la pluie. Il pleut, yağış yağır. Ya da il y a de la pluie de yağış yağır. Mhm. Il y a du vent, hava küləklidir, külək var. Il fait chaud, il fait froid. Hava istidir, hava soyuqdur. Mhm. Il fait 18 18 degré. 18 degré. Mhm. Deyir, hava 18 dərəcədir. Il fait Moins. yəni, moins Bəli, moins moins 5 degré. 5 degré. O mənfi 5 dərəcədir. Observer les Laplace des adjectifs. yəni, sifətlərin yeri cümlədə. Bəli. Observer les adjectifs souligner. Altına xətt çəkilmiş sifətləri müşahidə edin. Quels adjectifs sont placés avant le nom? Deyir, hansı isimlər, Sifətlər. hansı sifətlər isimdən əvvəl yerləşir? Un costume gris. Un costume gris sonra işlənir. Normaldır da, hə, Normal. sonra. Mon manteau noir. Mhm. Ma petite robe jaune. Petit. Petite robe jaune. Petit əvvəldə işlənir. Jonda sonra. Mon impermeable beige. Hansılar ismin önündə işlənirdi? Yadındadır hansı sifətlər? Petit, grand, jeune, jaune, nouvelle. Şon da var. Sarı. Sonra Şon qarşısında işlənir ki. bildim. Hə, sonra Beau, nouvelle, nouveau, vieux. vieux. Mhm. Yaxşı. Sonra Laplace des adjectifs. La place des adjectifs. En général, les adjectifs sont placés après le nom. Deyir, yəni normalda sifətlər, Hə, ümumiyyətlə, ümumiyyətlə, ümumiyyətlə. sifətlər isimdən sonra işlənir. Mhm. Certains adjectifs courts comme petit, grand, beau, bon, joli se placent avant le nom. Deyir, bəzi sifətlər Bəzi qısa bəzi sifətlər. sifətlər
Balaca, böyük, gözəl, yaxşı, gözəl kimi sifətlər isimdən əvvəl işlənir. İsmin önündə işlənir. Example, məsələn, une petite robe, balaca don, Tərcümə bilirsən onu. une jolie veste. Les adjectifs de couleur bleu, jaune sont toujours placés après le nom. Placés après le nom. Deyir, rəng bildirən sifətlər həmişə isimdən sonra işlənir. Bəli. Placer les adjectifs avant ou après le nom souligné. Deyir, sifətlərin isimdən əvvəl və ya sonra altına xəzək etmiş sifətlər isimdən əvvəl və ya sonra işlənir. Plase, yəni qoyun, yerləşdirin o sifətləri. İsimdən əvvəl və ya sonra. Oscar a un manteau joli sonra işlənir. Il n'aime pas les couleurs foncées. Sonra. Elle porte toujours un manteau gris. Rənglər sonra işlənir. Je préfère les vêtements clairs. Victor a un pantalon beau. Beau ortada işlənir. Necə olacaq? Beau anla pantolon arasında. Victor a un beau pantalon. Sonra. Les vêtements, les accessoires, la météo. Les vêtements, paltarlar, les aksesuarlar, bir de hava. La chemise, le vêtement paltarlar, la chemise köynək, chemise. Le costume, la jupe yupka, le manteau palto, l'imperméable plage, le pantalon şalvar, le jean, le pull, Sviterdir də. Yəni köynəkdir. La robe don, le t-shirt, le qısa qol. Tişört, La veste, gödəkçə. Francophonie. Davam et. Les accessoires, le bijou, bu pərvəz yanı. Bəli. La ceinture, kəmər, le chapeau, papaq, les chaussures, les bottes. Chaussures, les bottes, ayaqqabı. Yəni bu çəkmədir ya sapaşki belə. Les lunettes de soleil, günəş askısı. Eynəyi. Le parapluie, çətir. Le sac en main, əl çantası. Bəli. Francofon oxuyun. Oxu. Francophonie et au Québec, comment on dit? On dit. Deyir, frankofonlar və deyir ki, Quebec nədir? Kanada nasıl bir yeri olmalı? Quebec, əlbəttə, Quebec, bizdə də Quebec deyirlər. Quebecdə nə olur? Necə deyirik? Necə deyilir? Biz demişik onu deyirlər. Necə deyilir? Ampul. 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 Bu hərfi. Bu antriko da olur. Aysa, ampul onlar deyilən triko. Un t-shirt. Un maillot. Mayo deyirlər. Faire du shopping. Magazini. Alışveriş. Sonra. Les matières et les couleurs. Tərzlər və rənglər. Yox, material yəni material. En coton. Coton rəngbərəng. Yox, coton pambıqdır. Yəni pambıqdan. En cuir yazmış. En cuir dəri. Burada da öyrənməmişdir. En cuir dəri. En jeans. En laine yun. Bugün gördüyümüz sözlərdir də. Sonra bej rəngdir. Blanc ağ, bleu mavi, gri boz,
Jon sarı, marron qəhvəyi, Şabaldı rəng. şabalı rəng. Noir qara, roz çəhrayı, ruj Qırmızı. qırmızı və yaxud da yaşıl. Yaşıl. Sonra La météo et les températures. temperatur. Hava və temperaturlar. La neige, qar yağır, Qar. qar. Noj, Noj yox, nuaj. nuaj. Hava sakit olur. Bulut. Bulut. Bulut nuaj. Yaz, bilmirsənsə yaz. Axşamınız xeyir. Aha. L'orage, ildırım. Ya, şimdi tufandır da. Hı. Yağış yağır, güclü. Buradan ildırım çaxır. Belə Tamam. qasırğa kimi. Fırtına, tufan. Sonra La pluie, yağış yağır. Yani. yağış yağır yox, yağış. Yağış. Il pleut, yağış yağır. Le soleil, güneş. Le vent da külək. La chaleur, chaud. Chaleur istiliyi. Bəli. 30 degré. 30 dərəcə. Degré. Degré. Hı. Le froid, soyuq. Hı. -5 degré. Degré. Avoir chaud, bərabər avoir froid. Hava istidir, hava soyuq. Yəni istisi olma və ya üşümək. Yaxşı. Davam elə. Vive les soldes. Hı. Sold endirimi. Bəli. Nə demək? Vivles. Yaşasın endirimlər. Yaşasın endirimlər, düzdür. Bu DVD-yə baxaq. Gör burada nə var. Bəli, videodur. Neçənci idi? 4. Ça y est, c'est le début des soldes d'hiver dans ce grand magasin parisien. Les vestes et les chemises sont en solde jusqu'à moins 50%. Quelle est votre taille? Vous faites du 36, du 40, du 44? Pas de souci, il y a toutes les tailles au début des soldes. Les chaussures sont aussi en solde avec des prix jusqu'à moins 40%. Mais attention, vous êtes nombreux. Quelle est votre pointure? Vous faites du 38 ou vous chaussez du 44? C'est plus facile pour vous. Il y a beaucoup de styles et de couleurs. Et pour les clients intéressés, les rayons bijoux et parfums proposent aussi des bons prix. Alors rendez-vous dans vos magasins préférés du 11 janvier au 21 février. Xeyr, rusçuluq xeyr. Yaxşı. Demək, başa düşdün? Başa düşmüsənsə də yaxşı. Nə başa düşmüsən? Où se passe le reportage? Reportaj. Report- R deyil. Elimizdən işarə yoxdur. Reportaj. 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 Deyir bu reportaj hardadır? Harda başlayır? Harda keçib? O mağazin. Ça parle de quoi? Deyir burada nədən danışılır? Bəli. Burada les soldlar, endirimlərdir. Endirim. Le reportage Aha. montre que quel article? Aha. Artikel nə deməkdir? Məqalə, Başqa. artikel, Başqa. Burada bunların heç birisi keçmədi. qayda. Yox. Biz bir dənə də artikel keçmiş bilirdik. Məlumat.
Yox, yox, burada da o da keçmir əslində. Məlumat düzdür. Demande les articles. Kommunikasyondan Ha, keçmişdi. İndi nə oldu? Deməli artikel oldu. Artikel. Bir mənası artikel. Məqalə. Bir dənə mənası məqalə. Bir dənə mənası məlumat. Bir dənə mənası mal. Daha, yəni bu hansı mal deyək də, məhsul, mal, məhsul. Yəni o dördün də mənasını yazır ora. İkisini bilirdim. İkisini də artır. Ha, yəni yenə Məlumat çıxardı. Yəni bu ya bu olur da. O. Aha. Deyirəm, hansı mallar göstərilir? Bəli. Ayaqqabılardan göstərdilər. Les chaussures. Le chaussure, le chemise, köynədə endirim də var idi. Yəqin şalvarlar da olar. C'est tout. Bu qədər. Yəni vardı. Le Məncə- pantalon. Pantolon. Bon, iyi. Les vêtements sont sold jusqu'à. Paltarlar Son solde jusqu'à. endirim Dədir. nə qədər? Hə. 50% vardı dəqiq. İndi ən azını soruşur. Ara qədər. Qədər desədim arasa qədər. Yəni ən azını Ən çox. soruşur. Nə 50 idi. Yəqin ki, Hə. Sonra vous attend quel say? vous entendez, attend deyil. Hə, vous attend. Attendıq gözləmək. Vous entendez. Nədir entendıq? Eşitdiniz. Eşidirsiniz. Eşidirsiniz. Hansı ölçülər? Ölçünü, bəli. Fikir vermədim. Təzən baxaq. Hı. Ya təzən baxaq. Təzən baxaq. Ça y est, c'est le début des soldes d'hiver dans ce grand magasin parisien. Les vestes et les chemises sont en solde jusqu'à moins 50%. Quelle est votre taille? Vous faites du 36, du 40, du 44? Pas de souci, il y a toutes les tailles au début des soldes. Les chaussures sont aussi en solde avec des prix jusqu'à moins 40%. Mais attention, vous êtes nombreux. Quelle est votre pointure? Vous faites du 38 ou vous chaussez du 44? C'est plus facile pour vous. Il y a beaucoup de styles et de couleurs. Et pour les clients intéressés, les rayons bijoux et parfums proposent aussi des bons prix. Alors rendez-vous dans vos magasins préférés du 11 janvier au 21 février. Yaxşı. Başa düşdü. Gördün bir şey? Ən az endirim 30%'miş. Hı. Razverilərdən də Ölçülər. ölçülərdən Hı. 36 dedi. 36. 36, 40, 42 və 44. Sonra o pointure nədir bəs? 5-ci sual. Quel pointure? Pointure bilirsən nə deməkdir? O da ölçülü. Nəyin ölçüsü? Ayaqqabı. Ayaqqabı. Hə. Pointure yenə ayaqqabı ölçüsü. Doğru mu? Neçə ayaqqabı? Bilmədi. Sonra qəbul suallara diqqət etmək lazımdır sonra. Sonra o bir sual oxu. Il y a aussi des soldes. Endirimlərdən də var idi. O rayon bijou. Rayon. Rayon bijou. bijou. Bərbəzə. Yaxşı. Rayon nədir bilirsən? O şöbələr, hə, Şöbələr. şöbələr. Aha. Sonra quelles sont les dates des soldes? O axırda dediyi endirimlərin tarixidir. yanvardan fevrala, hansı yanvardan hansı fevrala? 2 janvier jusqu'à Février. D'accord. Pour demander dire la taille et la pointure, deyir ölçülərinizi demək üçün, Soruşmaq üçün ya da demək üçün. Quelle est votre taille? Ölçünüz neçədir? Quelle est votre pointure? Ayaq ölçünüz neçədir?
Vous faites du combien? Bu nə qədər edir? Nə qədər edirsiniz də? Yəni ölçünüz nə qədərdir? Yenə həmin sualdır. Yeni sual. Je fais du... Sonra nədir bu? Écoutez les Yox, phrases. yox, söz oraya. L'Elysion. Les Nə demək l'Elysion? Eşitmirsən ümumiyyətlə bu. Fonetika aiddir, fonetik qayda Elysion. Eşitmişəm. Bizdə də deyir, səslinin düşməsi, ya saitin düşməsi. Yəni lödəki en düşməsi, ladakı an düşməsi, bunlar Elysiondur da. Səs düşün. İşte Elysion düşməsi. Saitin düşməsi. Yox, səsin düşməsi yox. Səslinin düşməsi deyirlər. Çünki bizdə saitə bəzən səsli də deyirlər. O əslində türk dilində deyil, səsli. Türkçə saitə nə deyirlər? Səsli deyirlər, deyirsən. Olmalı. Hə, o saitin düşməsi. Lödə məsələn Ö hərfinin düşməsi bu Elysiondur. Hə. Écoutez les phrases et observez les mots soulignés. Yəni cümlələri yazın və altına yazılmış sözləri müşahidə edin. Qu'est-ce que vous remarquez? Nəyi qeyd edirsiniz? Yox, sadəcə burada saitlərin düşməsi ilə bağlıdır. Yəni bax, oxum görün. 2016, c'est l'année de la mode. Yəni bu l'année sözündə yəni düşüb də sait. Sait düşüyor amma la'da düşməyib. Çünki ondan sonra sait gəldi. Sait gəlir. Hə, bu aydındır, asandır. Bilirsən də bunu. Kesin. Nə deməkdir? Bunları tərcümə edikcə. 2016 bu ilin modasıdır. Yəni deyir bu 2016-cı ilin modası. Yox, 2016 moda ilidir. Cümlə düzgün bax. Dö nə demək? Nəyin qarşısındadırsa, o ona aiddir də. Qarşısında. Nəyin qarşısındadır? Modanın. Modanın qarşısında modaya aiddir. Sən deməli, ı-nı modaya artıracaqsan. Modanın ilidir. Belə olmalıdır. 2016. Modanın ilidir. Yəni, moda ilidir. Daha ı-nı salırıq da qeyri-müəyyən yəli al. Moda ilidir. Sonra? Il fait froid dans l'ouest et dans le sud, c'est l'hiver. Şərqdə və qərbdə. Şərq yoxdur. Hə, yox. Qərbdə və cənubda hava soyuqdur. Deyir, qışdır. J'adore les vêtements en cuir, je trouve ça joli. Deyir, mən dəri paltar istəyirdim. Deyir, mən bunu tapdım. Yox, tapdım deyil burada. Tapmaq mənada deyil. Deyir, mən dəri paltarlar xoşlayıram. Bunu, yəni gözəl buluram. Bunu yaxşı, yəni gözəl hesab edirəm. Bunu tapıram, tapmaq deyil də. Il n'y a pas beaucoup de tailles différentes. Ça ne me plaît pas. Ça ne me plaît pas, hə? Deyir, burada çoxlu fərqli ölçülər yoxdur. Deyir, mən xoşuma gəlmir. Gəlmir. En janvier, c'est Jonu oxuyursan deyirsən. Janvier, c'est le moment d'acheter des pulls et de porter un manteau. Yanvar ayında, hal-hazırda yoxdur. C'est le moment, yəni bu deyir, həmin vaxtdır. Almaq vaxtıdır. Pul ver və almaq vaxtıdır və nə geyinmə vaxtıdır? Palto geyinmə vaxtıdır. Sonra